Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz, əziz tamaşaçılar. Mövzumuzu və aktual suallarımızı studiyamızın qonağı ilə müzakirə edib cavablandıracağı qonağımız Milli Məclisin deputatı Azər Badamovdur. Xoş gəlmişsiniz Azər müəllim, xoş gördük. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Xoş gördük. Azər müəllim, bildiyimiz kimi Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance regional səfər edib və ötən həftə ərzində İrəvanda müvafiq görüşlər keçirən cənab Vance Azərbaycana səfər edib. Ümumiyyətlə bu səfəri region üçün ümumi mənası nədir? Həmçinin tərəflər arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması barədə ümumi fikirlərinizi öyrənmək istəyirik. Buyurun. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance'in Cənubi Qafqaza səfəri regionumuza sülh və əməkdaşlığı gətirir və Amerika Birləşmiş Ştatları regionda iştirakını daha da aktuallaşdırır. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Amerika Birləşmiş Ştatlarının prezidentləri Ermənistanın baş nazirinin iştirakı ilə sazişlər imzalanmışdı. Bu 6 ay ərzində həmin imzalanmış sazişlərə uyğun proseslər davam etdirilirdi. İndi isə 6 ay keçəndən sonra J.D. Vance'in Cənubi Qafqaza gəlməsi, ölkələrimizə səfər etməsi Amerika Birləşmiş Ştatların 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmaların, sazişlərin həyata keçirilməsinə biganə qalmadığını bir daha nümayiş etdirir. Yəni burada Ermənistanın səfəri çərçivəsində TRIP layihəsinin icrası ilə bağlı müzakirələr aparıldı. Artıq TRIP layihəsinin tikinti işlərinə başlanılmaq üzrədir. Şirkət təsis olunub. Ermənistanın və burada Amerika Birləşmiş Ştatlarının payları da müəyyən olunubdur. Və J.D. Vance'in Ermənistana səfəri TRIP layihəsinin inşasını daha da sürətləndirəcəkdir. TRIP layihəsi biz bilirik ki, Zəngəzur dəhlizinin tərkib hissəsidir. Bu layihə təkcə Azərbaycanın Naxçıvana birləşdirəcək bir yol deyil. Bu həm də enerji marşrutları, rəqəmsal dəhlizin yaradılması özündə ehtiva edən qlobal əhəmiyyətli bir layihədir. J.D. Vance'in Azərbaycana səfəri çox əhəmiyyətlidir. Çünki ilk növbədə onu qeyd etmək istəyirəm ki, 8 avqustda 2025-ci ildə Vaşinqtonda Azərbaycan prezidenti ilə Amerika Birləşmiş Ştatları prezidenti arasında əldə olunmuş razılığa əsasən strateji tərəfdaşlıq xartiyasının yaradılmasına bir razılıq əldə olunmuşdu və hökumət nümayəndələrinə həmin xartiyanın hazırlanmasına bağlı tapşırıqlar verilmişdi. Bu müddət ərzində Azərbaycan nümayəndə heyətləri 4 dəfə Amerika Birləşmiş Ştatlarında səfərdə olub, Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri Azərbaycanda səfərlərdə olub və qarşılıqlı səfərlərlə həmin xartiyanın hazırlanması istiqamətində işlər görülmüşdü. Və vitse-prezidentin Azərbaycan səfəri çərçivəsində cənab prezidentlə bir yerdə 10 fevralda həmin xartiya artıq imzalandı. Bu deməkdir ki, Azərbaycan regionda Amerika Birləşmiş Ştatlarına strateji tərəfdaşlıq quran ölkə oldu. Strateji tərəfdaşlıq xartiyası özündə çox məsələlərə ehtiva edir. Bu ilk növbədə siyasi dialoq üzərində möhkəmlənmiş əlaqələri deməkdir. Digər tərəfdən isə özündə iqtisadi layihələrin icrası ehtiva edilir. Burada iki ölkə arasında iqtisadi müstəvidə əməkdaşlıq, regional layihələrdə layihələrin davam etdirilməsi və birgə təşəbbüslərin göstərilməsi bir yerdə. Digər bir məsələ isə enerji sahəsində əməkdaşlığın davam etdirilməsi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq, həm də ki, müdafiə və təhlükəsizlik sahəsi də həmin strateji tərəfdaşlıq xartiyasında əks olunan məsələlərdir. Azər müəllim, ümumiyyətlə sənəddə diqqət çəkən məsələlərdən biri də süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycan su təminatının gücləndirilməsidir. Bu barədə nə demək istərdiniz? Süni intellekt mərkəzlərinin yaradılması Azərbaycanın gələcəyə baxışlarıdır və bugün Amerika Birləşmiş Ştatlarının süni intellekt sahəsində böyük nailiyyətləri var.
Azərbaycan Amerika Birləşmiş Ştatlarına əməkdaşlıq etməklə süni intellekt sahəsində Azərbaycanda mərkəzlər yaradar, data mərkəzləri qurar və iqtisadiyyatı rəqəmsallaşdırılmış şəkildə yeni bir müstəviyə çıxartmaq mümkündür. Bu həm su resursların idarə olunmasında, həm iqtisadiyyatın rəqəmsallaşdırılmasında, logistik mərkəzlərin idarə olunmasında, digər məsələlərdə öz əksini tapacaqdır. Yəni, gələcək iqtisadiyyatlar ancaq rəqəmsallaşma üzərində inkişaf edə bilər. Amerika Birləşmiş Ştatları isə texnologiyalar, rəqəmsallaşma, süni intellekt sahəsində böyük uğurlar əldə etmiş ölkədir. Birgə əməkdaşlığımız Azərbaycanla da bu sektorun sürətli inkişafına öz töhfəsini verəcəkdir. Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin Azərbaycan səfəri ərəfəsində bu ölkənin Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana səfərdə oldular. Böyük nümayəndə heyətini dövlət başçımız qəbul elədi və bu görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıqla bağlı investisiyaların Azərbaycana yerləşdirilməsinə bağlı məsələlər müzakirə olundu. Ümumiyyətlə götürüləndə Azərbaycana Ticarət Palatasının nümayəndələri 31 şirkəti və 60-dan çox nümayəndəni təmsil edirdi. Bu boyda böyük bir nümayəndə heyətinin Azərbaycana gəlməsi Amerika Birləşmiş Ştatlarının Azərbaycanla əməkdaşlıq etməkdə olan maraqdan irəli gəlir. J.D. Vance'in Azərbaycan prezidenti ilə verdiyi mətbuat konferansında bir açıqlıq və ondan sonraki əvvəlki iki tərəfli görüşlərdə maraqlı açıqlamaları oldu və iki tərəfli görüş zamanı J.D. Vance qeyd elədi ki, əvvəlki administrasiya, yəni Amerika Birləşmiş Ştatlarının Biden-Blinken administrasiyası Azərbaycana qarşı siyasəti sərsəm şəkildə həyata keçirirdi. Amma bir ildən çox, bir ildir ki, Trump Vance administrasiyası isə Azərbaycanla əməkdaşlıq üzərindən qurulmuş bir siyasi kurs müəyyən edib davam etdirilir və Vance xüsusilə vurğuladı ki, qarşıdan gələn 3 ildə, yəni 3 ildən sonra Amerika Birləşmiş Ştatlarında yeni seçkilər olacaq və o vaxta qədər Azərbaycanla Amerika Birləşmiş Ştatlarında münasibətlər daha da dərinləşəcək və yeni müstəviyə qalxacaqdır. Bu, yenə də qeyd etmək istəyirəm, qarşılıqlı investisiyaların yatırılması, Amerika Birləşmiş Ştatları Azərbaycana böyük investisiya axınları edəcəkdir. Çünki bugün Azərbaycanda investisiya mühiti çox optimaldır. Cənab Prezidentin biznes nümayəndələrlə görüşü zamanında bugün Azərbaycanın yaratdığı reallıqları onların diqqətinə, Azərbaycanın iqtisadi potensiallarının diqqətinə çatdırıldı. Azərbaycan dövlət başçısının uzaq görənliyi sayəsində inşa edilən nəqliyyat marşrutları, enerji ixrac kəmərləri Azərbaycana böyük üstünlüklər qazandırır. Azərbaycana investisiya qoyacaq şirkətlər də həmin layihələrdən yararlana biləcəkdir. Təbii ki, bu qarşılıqlı fayda əsasında investisiyalar mümkün olacaqdır. Həmin şirkətlər də görürlər ki, Azərbaycana investisiya qoyan şirkətlər fayda götürürlər və bu baxımdan, yəni uzun illər biz investisiya layihələrdə əməkdaşlıq edirik. 94-cü ildə əsr müqaviləsi imzalanmışdır və bu illər ərzində Azərbaycana 350 milyar dollardan artıq investisiyalar yatırılıb. Həmin investisiya qoyan şirkətlər, təbii ki, şirkətlərin heç birisi narazı qalmayıb və onlar faydaları götürüblər və bu baxımdan yeni şirkətlərin də Azərbaycana gələcəyi və öz investisiyaların yatırılacağı gözləniləndir. Yəni, Vance'in Azərbaycana səfəri həm də iqtisadi layihələrin icra olunmasına yeni bir təkan verəcək. O cümlədən, təbii ki, ilk növbədə TRIP layihəsinin icrası çox vacib məsələlərdən biridir. TRIP layihəsinin icra olunması Amerika Birləşmiş Ştatlarının özünün də maraq dairəsindədir. Çünki Amerika Birləşmiş Ştatları Mərkəzi Asiyadan nadir metal elementləri daşımaq üçün Azərbaycan ərazisi etibarlı nəqliyyat marşrutu kimi görürlər, dəyərləndirirlər. Yəni, burada Qazaxıstandan oranın idxalı məsələsi var və bu malların ixrac edilməsi üçün təbii ki, qoruyul vasitəsilə baş tutmalıdır. Bu da TRIP layihəsi icra olunandan sonra Azərbaycan üzərindən Türkiyəyə, Türkiyədən də Qaradəniz vasitəsilə Amerika Birləşmiş Ştatlarına qədər bu daşımalar həyata keçiriləcəkdir.
Sənəddə diqqət çəkən məsələlərdən biri də enerji potensialı məsələlərdir. Bildiyimiz kimi yaşıl enerji potensialı, alternativ enerji mənbələri, külək enerjisi, günəş enerjisi, həmçinin Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa quruculuq işlərində əsas tərkib hissələrindən biridir. Bu barədə nə demək istərdiniz? Yəni Azərbaycan yaşıl gündəliyi çox zəngindir. Yaşıl enerji sektorunun inkişaf etdirilməsi ilə bağlı olaraq bizim özümüzün könüllü öhdəliklərimiz var. Və artıq biz Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanın şirkətləri ilə, Mastar və Power şirkətləri ilə əməkdaşlıq edirik. Artıq külək 240 megawatt gücündə Qaradağ külək elektrik enerjisi ərsəyə gəlib. Yeni külək elektrik stansiyalarının, günəş elektrik stansiyalarının inşa edilməsi layihələr icra olunmaqdadır. O cümlədən BIP-nin dəstəyi ilə Qarabağda 3 yaşıl enerji stansiyası tikintisi işləri aparılır və bu yaşıl enerji sahəmiz həm də ki, Amerikanın investorlar üçün də maraqlı olacağını hesab edirəm. Çünki bizim bu sahədə potensialımız böyükdür və istehsal olunacaq yaşıl enerjinin ixrac edilməsi üçün də imkanlar formalaşmaq üzrədir. Yəni bu, ilk növbədə Qara dənizin dibi vasitəsilə çəkiləcək kabeldir. Digər bir məsələ isə TRIP layihəsi üzərindən çəkiləcək enerji marşrutu olacaqdır və bu enerji marşrutu vasitəsilə Naxçıvana və Naxçıvadan Türkiyəyə, Türkiyədən də Avropaya qədər Azərbaycanda istehsal olunacaq enerji resurslarının çatdırılması təmin olunacaqdır. Siz az öncə Zəngəzur dəhlizi məsələsinə toxundunuz. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, ümumiyyətlə, region üçün belə iqtisadi imkanlar baxımından necə xarakterizə edərdiniz? Zəngəzur dəhlizi ilə bağlı məsələni ilk dəfə təşəbbüslə Azərbaycan çıxış edəndə elə qəbul edirdilər ki, bu ancaq Azərbaycana lazım olan məsələdir və artıq zaman keçəndən sonra bu daha da sübut olundu ki, bu təkcə Azərbaycan üçün, Ermənistan üçün vacib layihə deyil, bu qlobal əhəmiyyətli layihədir. Asiyadan Avropaya qədər ən təhlükəsiz və ən rentabelli bir marşrut olaraq fəaliyyət göstərəcəkdir. Ona görə də Donald Trump bu layihənin öz adına, yəni Trump layihəsi adlandırıb və bu layihə əgər o qədər əhəmiyyətli layihə olsaydı, Trump öz adına bu layihəni adlandırmazdı. Yəni burada Asiyadan, yəni Çindən başlayaraq Avropaya qədər böyük bir coğrafiyanı birləşdirəcək bu layihədir. Azərbaycandakı bu layihədə körpüdür və bu daşımanın həyata keçirilməsində, logistik mərkəzlərin formalaşmasında əhəmiyyətli rol oynayan ölkədir. Amerika Birləşmiş Ştatları üçün də Azərbaycan maraqlıdır ki, bizimlə əməkdaşlıq etməklə həm də Asiyanı, Avropayı birləşdirəcək böyük logistik dəhlizin üzərində fəaliyyətlər qursun və faydaları qazansın. Bilirsək, Azərbaycan bir çox dövlətlərlə əməkdaşlıq edir. Bunlardan biri də Birləşmiş Ərəb Əmirlikləri ilə olan münasibətlərdir. Hal-hazırda dövlətlər arası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yüksəlməsi siz hansı amillərlə bilirsə izah edərdiniz? Bu barədə nə demək istərdiniz? Azərbaycanla Əbu Dabi arasında sıx əməkdaşlıq mövcuddur. Bilirsiniz necədir? İlk növbədə bütün əməkdaşlıqlar dövlət başçılarımızın dostluq üzərində qurulur. Həm Amerika Birləşmiş Ştatları arasında, həm Birləşmiş Ərəb Əmirlikləri arasında yaranan münasibətlər də dövlət başçılarımızın şəxsi dostluq münasibətləri üzərində möhkəmlənməkdədir. Bir epizodu yadda salmaq istəyirəm. Vinsin Azərbaycana səfəri çərçivəsində verdiyi mətbuat konferansında xüsusilə vurğuladı ki, Azərbaycan lideri dostluq qurmaq üçün qurula biləcək çox az dövlət başçılardandır və o cümlədən həm İsraillə, həm Türklərlə, İsraillərlə, Türklərlə münasibətlər quran Trumpdan sonra ikinci nadir lider olduğu qeyd olundu. Məsələn, Serbiyanın prezidenti qeyd elədi ki, Azərbaycan lideri dünyanın ən güclü siyasətçilərdən biri olduğu qeyd olunur. O cümlədən Birləşmiş Ərəb Əmirliklərə səfəri çərçivəsində Azərbaycan prezidentinə Zayed qardaşlıq mükafatı verilir, insan qardaşlıq mükafatı verilir. Və bu həm də ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd Şeyx Zayed bir şəxsi dostluq və qardaşlıq hətta münasibətlərinə
malikdir. Yəni bu prezidentlər görüşəndə təkcə dövlət başçıları kimi yox, səmimi dostlar kimi görüşürlər. Təbii ki, bu münasibət ölkələrimiz arasındakı münasibətlərin, əlaqələrin inkişafına çox yüksək təkan verir. Birləşmiş Ərəb Əmirlikləri regionda baş verən proseslərə yüksək dəyər verir. Həm də ki, Vaşinqtonda imzalanmış, paraflanmış sülh müqaviləsi də ilk növbədə Əbu Dabidə razılaşdırılmışdı. Əvvəl Əbu Dabidə razılaşdırılaraq sonra Vaşinqtona daşınmışdı bu müqavilə. Həm də ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında yaşıl enerji sahəsində böyük əməkdaşlığımız var. Həm də ki, təkcə əməkdaşlığımız enerji, iqtisadi sahədə deyil, hərbi sahədə də bizim əməkdaşlığımız genişdir. Cənab Prezidentin Əbu Dabi səfəri çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin orduları arasında hərbi təlimlər də təşkil olundu və bu dəfəki təlimlər xüsusilə fərqli oldu. Yəni, fərqlilik ondan ibarət idi ki, əvvəlki təlimlər ancaq quruda keçirilən əməliyyatlarla kifayətlənirdi. Bu təlimlər artıq sularda birgə, yəni terrorçuluğa qarşı mübarizə, müdafiə, mühafizə tədbirləri bunları özündə ihtiva edən geniş bir təlim proqramı icra olundu. Bu deməkdir ki, indiki dövrdə sulardan gələn təhlükələr heç də qurudan gələn təhlükədən az deyil və bu sahədə peşəkarlığımızı bölüşməklə ordularımız da daha da peşəkarlaşır və belə təhlükələr yaranda daha operativ şəkildə, cəld şəkildə reaksiya vermək qabiliyyətində olur. Yəni, bu həm ordunun peşəkarlığının artması, həm iqtisadi sahədə münasibətlərin dərinləşməsi təbii ki, dövlətlər arasında, yəni Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafının göstəricisidir. Çox sağ olun, Azər müəllim. Fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Azər Badamov idi. Gələn görüşlərə dək.